Ərik digər meyvələrdən tərkibində daha çox vitamin və mineral olması ilə seçilir. Söhbət təbii ki, natural yetişdirilmiş, özü ağacda yetişən, yerli sort və dərmansız meyvədən gedir. Ərikdə addan tutmuş C, Y, PP vitaminləri, beta-karotin, yod, maqni, dəmir, fosfor, pektinlər, turşular, natrium boldur. Əriyin orqanizmə və müxtəlif xəstəliklərə ondan çox faydası vardır. 1. Sümük və oynaqlar üçün. Duzları çıxarır, iltihabı azaldır, artrit və artroz, revmatizm, sümük yeyilməsi xəstəliklərində təzə şirəsi faydalıdır. Sümükləri bərkidir. 2. Ürək və damarlar üçün. Ərikdə olan kalium damarların tonusunu yaxşılaşdırır, yüksək təzyiqi salır, dəmir isə hemoqlobini artırır. Beləliklə, ürəyin işi yaxşılaşır. 3. Beyin və sinirlər üçün. Ərikdə fosfor beyni aktivləşdirir, yaddaşı yaxşılaşır, sinir uclarının degenerasiyasını zəiflədir. 4. Gözlərə faydalıdır. Ərik və qurusu görməni artırır, göz sinir və damarlarını qidalandırır. 5. Ağciyərləri təmizləyir. İltihab əleyhinə bronx genişləndirici xassəsi ilə bronxitin və astmanın müalicəsində istifadə olunur. 6. Bağırsaqları işlədir. Xroniki qəbizlikdə ərik və qurusu çox lazımlıdır. Ərik bağırsağın sağlam mikroflorasını tənzimləyir, onun peristaltikasını yaxşılaşdırır. 7. Mədə-altı və qalxanvari vəzi. Bu meyvədə olan fruktoza qanda şəkəri normallaşdırır, yod isə qalxanvari vəzin işi üçün vacibdir. 8. Böyrəkləri təmizləyir. Ərik sidik qovucu, infeksiya təmizləyici təsir göstərir. Antibakterial təsir göstərdiyinə görə böyrək və sidik yollarını təmizləyir. 9. İmpotensiyaya qarşı. Ərik prostat vəzin qan damarlarını möhkəmlədir və qan dövranını yaxşılaşdırır. Ona görə kişilərdə potensiyanı artırır. 10. Dərini gözəlləşdirir. Ərik, tumu və yağı dərini A, Y vitamini ilə təmin edir. Qırışları azaldır, cavanlaşdırır. Ona görə ərikdən üzə maska, piling etmək, bol yemək qadınlar üçün vacibdir. Əriyi hamilələr də yeyə bilər. Çünki qan azlığına qarşıdır.